Bizdən mənə danışdılar ki, içəridə sporlara düşüb, bunların ikisi, Mehmanla. Uşaqlar alalayıb içəridə video kameraya düşüb. Göyçayda həm yerlər arasında yaranan mübahisə ölümlə nəticələnib. Hadisə rayonun Məmmədəmin Rəsulzadə küçəsində yerləşən kafelərin birində qeydə alınıb. Belə ki, 36 yaşlı Cavid Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaşanıb. Yaranan mübahisə zamanı Cavid Əhmədov hündür pilləkəndən yerə yıxılıb və ağır bədən xəsarətləri alıb. Ətrafdakı insanlar onu dərhal Göyçay rayon mərkəzi xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb və o aldığı xəsarətlərdən elə xəstəxanadaca dünyasını dəyişib. Mənə 1-in yaşı, 12-in yaşında qədər mənə zəng elədilər ki, qardaşın oğlu 2-ci mərtəbədən yıxılıb. Mən də durdum ağa, bacıma yeznəmə zəng elədim. Bacımı yeznəmi götürdüm, qonşumu da götürdüm etibarı. Getdik biz. Yoldan bacım gibi götürüb Balinsiya çatdırdıq özümü. Biz Balinsiya gelincə uşaqlar ucu rengenə salırdılar bana. Rengenə saldılar. Rengendən çıxandan sonra dedi ki, mən evimizə aparın. Uşaqlarla danışıb, eləyib, iğnə də vurdular. Bir dənə iğnə vurublar, burundan qan açılıb. Həkim dedi ki, burundan açılmağa yaxşıdır qan. Beləsinə çıxdım çölə. Dedilər, qaldırırıq 3-cü mərtəbəyə, marşıya. Bir saat, 2 saat yarım belə çöldə də yanlıq elədim mən. Qayıtdım oradan gəldim evimizə. Aydın. Bəs necə olub hadisə? Necə danışdılar sizə? Bizdən mənə danışdılar ki, içəridə sporlara düşüb, bunların ikisi, Mehmanla. Uşaqlar alalayıb içəridə video kameraya düşüb. İçəridə alaladıqları moment yenə bu uşaq qardaşım oğlu Cavid çıxıb çöldə siqaret çəkməyə, söykənib pilləkənə. Pilləkənə söykəndiyi moment Mehman çıxıb yanını təpiklə vurub, ya itələyib, başı üstə dəyib düşüb yerə 2-ci mərtəbədən. Amma dəqiq bilinmir də yəni hadisə. Dəqiq bilinmir ki, nə üstündə olub, nədir, nə olub bilmirəm, o yalan deyirəm. Əvvəlcədən aralarında onların nəsə... O yalan deyirəm, bilmirəm. Bilmirəm, amma uşaqlar danışdı ki, içəridə sporlaşıblar. Aralayıblar uşaqlar. Ümumiyyətlə, nə işlə məşğul idi? Ailəli idi, subay idi, ailə vəziyyəti necə idi? Qardaşım oğluyum. Ailəli böylüyü. O uşaq başını salıb aşağı, afisiyant işləyirdi. Bunu hamı bilir. Bütün Göyçay bilir ki, bu nətər uşaqdır. Afisiyant işləyib, başını salıb aşağı. O qazandığı pula da əlində alıb gətirirdi. Evlərlə, nənəsinə. Nənəsi yolda otururdu. Gətirib verir nənəsinə, alma, almur, mandalin, banan. Nənəsi mamamdır. Evlərinə də baxan idi, gətirib evdə deyib da, orada burada xəşkiyən də öyle idi. O, həmən adamla, həmən oğlanla bir dostluq münasibətləri, tanışlıq münasibətləri olub əvvəlcə, yoxsa bilmirsiniz? Bir-birini deyəsən çoxdan tanıyırlar. Bir-birini çoxdan tanıyırlar. Ona görə ki, o 2-ci mərtəbədən əlavə aşağıda şadlıq evi var. O şadlıq evindən gelib gələn olub. Onu da işləyib. O Mehman onu tanıyıb, bu Mehmanı tanıyıb da ondan qabaq nə olub, nə olmayıb, mən bilmirəm onu. Məsələ ilə bağlı təbibdən Dinas TV-nin sorğusuna cavab olaraq bildirilib ki, bir nəfər Göyçay rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1990-cı il təvəllüdlü şəxsə təpə sümüyünün xətti sınığı, qapalı kəllə-beyin travması, beyin əzilməsi, burunun sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilib. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, səhər saatlarında şəxsi ölüm faktı qeydə alınıb. Meyit təşrif olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.